Hər vaxtınız xeyir. Mən Əli Əhmədov. Sizi Abşeron rayonundan, taxıl sahəsindən salamlayırıq. Burada məlum olduğu kimi son günlər ölkəmizin müxtəlif ərazilərində dolu, fırtına, qasırğa, sel su basma halları baş verir və bundan ən çox zərər çəkənlər də əkin sahələridir. Biz də həmin əkin sahələrinin birində Abşeron rayonundayıq. May ayının 26-sında Bakı və ətrafına yağan güclü dolu nəticəsində bu əkin sahəsinə də ziyan dəyib. Çox böyük ziyan dəyib. Baxın, bax bu sümbül gördüyünüz kimi belə sağlam yetişirdi və dolu nəticəsində artıq o sınıbdır. Necə deyərlər, sümbülün gövdə ilə əlaqəsi kəsilib, bu bitkini məhv olmuş saymaq olar. Belə, necə deyəlim, bu əkin sahəsində belə yerlər çoxdur və artıq aqrar sığorta ekspertləri tərəfindən bu əkin sahəsinə dəyən zərər hesablanır ki, həmin fermerə ödəniş edilsin. Məlumat üçün deyim ki, ölkəmizin 25-dən artıq rayonunda, təkcə may ayında 25-dən artıq rayonda hadisələr baş veribdir. Müxtəlif əkin sahələrinə 42 min hektar əraziyə ziyan dəyibdir. Onun da 41 mini taxıl sahələri üzrədir. İndi ekspertlərimiz ölkəmizin hər yerində fəaliyyət göstərir, əkin sahələrinə baxırlar, baxış keçirirlər və zərərləri hesablamaqla məşğuldurlar. Həmin zərərləri hesablanandan sonra fermerlərimizə aqrar sığorta ödənişləri həyata keçiriləcək. Sonda fermerlərimizi bir daha öz əkin sahələrini sığortalamağa və təbiət risklərindən qorumağa dəvət edirik. Növbəti əkin sahələrində görüşənədək salamat qalın.